Salam əziz izləyicilər, bugünkü mövzumuz həmcins üzvlər olacaq. Həmcins üzvlər eyni cümlə üzvü ilə bağlı olub, eyni suala cavab verir. Bərabər hüquqlu olan cümlə üzvlərinə biz deyirik həmcins cümlə üzvləri və yaxud da həmcins üzvlər. Dediyimiz kimi, həmcins cümlə üzvləri eyni cümlə üzvü ilə bağlı olmalıdır və demək olar ki, eyni suala cavab verirlər. Məsələn, bugün həm Əli, həm də Kərim, bugün həm Əli, həm də Kərim gələcəklər. Nə edəcəklər? Gələcəklər. Kim? Əli. Kim? Kərim. Baxırıq ki, bizim Əli və Kərim mübtədamız həmcinslik təşkil edir və onlar eyni xəbərlə əlaqələnirlər. Yəni, buradakı gələcəklər xəbəri həm Əli mübtədasına, həm də Kərim mübtədasına aiddir. Və gördüyümüz kimi, həm mübtədanın, həm xəbərin yerinə görə təyini, zərfliyin, tamamlığın, yəni bütün cümlə üzvlərinin həmcinsliyi olur. Məsələn, xəbərin həmcinsliyinə aid yazaq ki, Əli həm oxuyur, həm də işləyir. Nə edir? İşləyir. Kim? Əli. Nə edir? Oxuyur. Kim? Əli. Baxırıq ki, yəni bizim xəbərlərimizin ikisi də eyni mübtəda ilə əlaqələndiyi üçün deyirik, bu xəbərlər həmcins cümlə üzvləridir. Və bilməliyik ki, biz həmcinslər arasında tabesizlik əlaqəsi olur. Yəni, həmcins cümlə üzvləri arasında da bir sintaktik əlaqə var və bu bir tabesizlik əlaqəsidir. Bundan başqa deyirik ki, indi səni də, məni də tanıyırlar. Nə edirlər? Tanıyırlar. Kim? Onlar. Kimi tanıyırlar? Məni tanıyırlar. Kimi tanıyırlar? Səni. Nə zaman? İndi. Burada da baxırıq ki, həmcins tamamlıqlarımız olacaq. Niyə? Çünki ikisi də görürük ki, eyni xəbərlə əlaqələnibdir. Məsələn, deyə bilərik ki, indi səni tanıyır, məni isə sevirlər. Nə edirlər? Sevirlər. Kimi? Məni. Nə edirlər? Sevirlər. Səni demirik axı biz. Nə edirlər? Tanıyırlar. Kimi? Səni. Burada baxdıqda isə həmcins tamamlıqlar yoxdur. Niyə? Çünki buradakı səni tamamlığının xəbəri tanıyırdı. Məni tamamlığının xəbəri isə sevirlər xəbəridir. Yəni, hər tamamlığın artıq özünün ayrıcı xəbər olduğu üçün burada həmcinslikdən söhbət gedə bilməz. Biz başqa nəyə diqqət eləməliyik? Məsələn, deyir ki, dərsə gecikdi, ancaq heç kim görmədi. Nə etdi? Görmədi. Kim? Heç kim. Nə etdi? Gecikdi. Kim? O. Bəzən mübtədaları vermirlər bizə. Biz baxmalıyıq ki, mübtədanı özümüzdən düşünə bilirik və düşündüyümüz mübtədalar eyni xəbərlə mi əlaqələnir, yoxsa fərqli xəbərlərə mi aiddir? Bunlara hökmən biz diqqət etməliyik. Məsələn, görmədi. Kim? Heç kim. Gecikmədi. Heç kim aid deyil axı bu. Gecikmədi xəbərinin mübtədası biz özümüzdən bərpa edirik və əslində cümlədə buraxılmışdı. Fərqli mübtədalara aid olduğu üçün buradakı xəbərlərin həmcinsliyi yoxdur. Yəni, biz yenə bayaq da qeyd etdik.
İndi deyək ki, hər bir xəbərin tamamlığı, mübtədanın fərqi yoxdur. Hər hansı cümlə üzvü olsun. Həmcinsliyi olması üçün onlar eyni cümlə üzvü ilə əlaqələnməlidir. Artıq məsələn xəbərlərdən biri başqa mübtəda ilə, digəri başqa mübtəda ilə əlaqə girərsə, burada həmcinslik ola bilməz. Eyni şey də tamamlığa da aiddir, zərfliyə də aiddir. Təyinlərdə biraz məsələ fərqlidir. Niyə? Məsələn, yazırıq ki, onun gəlişi bizi həm sevindirdi, həm də kədərləndirdi. Nə etdi? Kədərləndirdi. Nə? Onun gəlişi. Nə etdi? Sevindirdi. Nə? Yəni onun gəlişi. Biz baxırıq ki, burada yəni xəbərlərimiz neyir? Eyni mübtəda ilə əlaqəyə girir. Və biz belə deyək də, təyinlərdə adətən yanındakı əlaqələnmə şərti olsa da, xəbərdir, tamamlıqdır, zərflikdir. Bunların belə bir məcburiyyəti yoxdur. Burada sırf biz qrammatik cəhətdən uyğunluğa baxmalıyıq. Təyinlərə mi fikir versək? Deyirik ki, indi qırmızı və yaşıl rənglər dəbdədir. Dəbdədir. Nədir? Dəbdədir. Nə? Rənglər. Hansı rənglər? Yaşıl rənglər. İndi biz baxmalıyıq ki, burada qırmızı təyini yaşıla mı aiddir, yoxsa rəngləri mi izah edir? Hansı rənglər? Yaşıl rənglər. Hansı rənglər? Qırmızı rənglər. Burada da təyin rənglər ismini izah elədiyinə görə, yəni hər iki təyinimiz rənglər isminə aid olduğu üçün biz bunlara həmcins təyinlər deyirik. Həmcins təyinlər. Təyinlərdə bir də var qeyri-həmcinslik. Bu nə cür olur? Məsələn, deyirik ki, onun gəlişi qara düşüncəli insanları əsəbləşdirdi. Nə etdi? Əsəbləşdirdi. Nə? Onun gəlişi kimi əsəbləşdirdi? İnsanları. Hansı insanları? Düşüncəli insanları. İndi biz burada qara insanları deyə bilmərik ki, deməliyik hansı düşüncəli insanları? Qara düşüncəli insanları. Deməli, burada birinci təyinimiz tamamlığa, ikinci təyinimiz isə elə digər təyinə aid olmuş oldu. Və bunlar arasında biz deyirik qeyri-həmcinslik var. Burada təyin əgər təyini izah edibsə, artıq bu qeyri-həmcins təyin hesab olunur. Qeyri-həmcins. Burada yəni tabiçilik əlaqəsi yoxdur. Nə əlaqəsi var burada? Yanaşma. Təyinlər arasında yanaşma əlaqəsi var. Aha. Ümumiyyətlə, bizdən bir həmcinslik istənilirsə, əgər şərt ayrıca qeyd edilməyibsə ki, durğu işarəsi buraxılmışdır, o cümlədə ya vergül olmalıdır, yəni həmcinslik ya intonasiya vasitəsilə yaranar, ya da tabiçilik bağlayıcılar vasitəsilə. Bunların heç biri yoxdursa cümlədə, o cümlədə həmcinslikdən söhbət gedə bilməz. Məsələn, yazdığımız cümlədə baxırıq, burada nə vergül var, nə tabiçilik bağlayıcısı var. Deməli, həmcinslik ola bilməz. Yəni, çox da düşünməyin mənası yoxdur. Məsələn, bundan əvvəlki cümləyə baxsaq, burada və bağlayıcısını biz görmüş oluruq. Digər cümlələrin hamısında ya intonasiya var, ya da ki, tabiçilik bağlayıcıları. Məsələn, görürsünüz, bağlayıcılar hamısında iştirak edir. Aha. İndi bir həmcins cümlə üzvləri anlayışı var, bir də həmcinslik var. Bunların fərqini nə bilək? Bəzən cümlədə ola bilər ki, həmcinslik olar, amma həmcins cümlə üzvü olmaz. Bu, ola bilər söz birləşmələrinin daxilində olar, ola bilər, məsələn, həmcins kitablar olsun. Deyirəm ki, Əli, Orxan mənə
Qulaq asın. Nə edin? Qulaq asın. Kim? Siz. Kimə qulaq asın? Mənə. Burada Orxan və Əli mübtədə deyil təbii ki. Bunlar xitabdır. Bir cümlə üzvü deyirlər, amma xitablar bilir ki, cümlə üzvü olmur. Amma aralarında nə var? Tabiçilik əlaqəsi, yəni həmcinslik var. Yaxşımı? Bunlar həmcins cümlə üzvü deyirlər, amma aralarında həmcinslik var. Bizə test nümunə düşə bilər ki, həmcinslik olsun, amma həmcins cümlə üzvü olmasın. Rahatlıqla həmcins xitabları götürə bilərik. Yəni həmcinslik və həmcins cümlə üzvü fərqli şeydir. Sonra harda ola bilər? Deyirəm onun geniş və təmiz həyəti var. Var. Nə? Onun həyəti. Burada biz görürük ki, cümlə yalnız mübtəda və xəbərdən ibarətdir. Yəni bir həmcins cümlə üzvləri yoxdur. Amma təmiz həyət, geniş həyət. Burada isə həmcinslik var. Deməli, söz birləşməsinin daxilində həmcinslik olsa da, cümlənin özündə həmcins cümlə üzvləri yoxdur. Həmcinslik deməli tamam başqa şey oldu. Həmcins cümlə üzvləri tamam başqa şey oldu. Həmcins cümlə üzvlərində biz həmcinslik var da deyə bilərik. Amma hər həmcinslik olan yerə deyə bilmərik ki, burada həmcins cümlə üzvü var. Adı üzərindədir də bunun həmcins cümlə üzvləri. Yəni sırf nə arasında olmalıdır? Tamamlıqla tamamlıq, zərfliklə zərflik, xəbərlə xəbər, təyinlə təyin, mübtəda və mübtəda arasında. Amma həmcinslik xitabların arasında ola bilər, söz birləşməsinin tərkibindəki sözlər arasında ola bilər. Belə şeylərdə diqqətli olmaq lazımdır. Bundan başqa, bizi nə ilə çalışdıra bilirlər? Söz birləşməsinin aslı və əsas tərəfi ilə. Məsələn, deyir ki, onun kitabı və qələmi var. Var. Nə? Qələmi var. Nə? Onun kitabı. Deməli, söz birləşməsinin əsas tərəfi. Əsas tərəfi sadalanarsa, burada həmcinslik var. Onun kitabı, onun qələmi. Bir də deyirik ki, onun və Əlinin dostu mənim də dostumdur. Mənim də dostumdur. Kim? Onun və Əlinin dostu. Deməli, əsas tərəfin sadalanması varsa, biz buna həmcinslik deyə bilərik. Yəni, həmcins kimi qəbul etmək olur. Yox, aslı tərəfin sadalanması varsa, onun dostu, Əlinin dostu, yəni aslı tərəfin sadalanması varsa, burada həmcinslik yoxdur. Bütövlükdə bir cümlə üzvü kimi götürə bilirik. Deməli, biz nə bildik? Əsas tərəf sadalanırsa, həmcinslik var, aslı tərəfin sadalanması varsa, həmcinslik yoxdur. Bütövlükdə bir cümlə üzvü kimi yanaşırıq buna. Bu da digər bir məsələmiz. Bundan başqa, həmcins cümlə üzvlərində ixtisarlar ola bilər. Yəni, çox vaxt ən sonuncu sözdəki şəkilçilərin saxlanması şərti ilə digərlərindəki bəzi şəkilçiləri ixtisar eləmək olur. Bunlar hansılardır? Məsələn, xal şəkilçiləridir, mənsubiyyətdir, mənsubiyyət şəkilçiləridir, cəm şəkilçisidir, xəbərlik şəkilçiləridir, xəbər şəkilçiləri, idi, imiş, hissəcikdir. Bunları ixtisar etmək olur. Amma yadda saxlamaq lazımdır. Zaman şəkilçiləridir. Yəni, şəkillərin şəkilçisidir, belə deyək də. Təsriflənən feillərin şəkilçiləri, şəkillər. Şəkillərin şəkilçisi, nə bilim, feilin qrammatik məna növlərinin şəkilçiləridir ki, onlar onsuz da leksikdir.
Deməli, bunlar ixtisar oluna bilər, amma bu şəkilçilər biz ixtisar edə bilmərik. Harda? Həmcins üzvlərdən söhbət gedir. Məsələn, bura əlavə olaraq qoşmanı da qeyd edə bilərik. Qoşmaları da biz ixtisar edə bilirik. Bunlar da yəni ixtisar olur. Məsələn, deyirik ki, bu həm sənin, həm də mənim üçündür. Əslində bu nə deməkdir? Bu həm sənin üçündür, həm də mənim üçündür. Biz baxırıq ki, sonuncu həmcinsdəki xüsusiyyətlər, yəni şəkilçilər, qoşmalar saxlanılmaq şərtilə digərlərində ixtisar eləmək olur və biz ixtisarları hardan bilirik? Sonuncuya baxarıq. Və yaxud da deyir ki, xəstəxananın həkim və tibb bacılarından xəbər gəldi. Nə etdi? Xəbər gəldi. Kimdən? Xəstəxananın həkimlərindən və tibb bacılarından. Həkim və tibb bacısı. Bunları görürük burada. Yəni, sonuncu həmcinsdə hansı şəkilçilər varsa, lar şəkilçisidir, mənsubiyyət şəkilçisidir, çıxışlı xalqdan şəkilçisidir, hansı şəkilçilər varsa, bu deməkdir ki, digər həmcinslərdə də bu şəkilçilər olmalıdır. Sadəcə buraxılıb bunlar. Xəstəxananın həkimlərindən və tibb bacılarından xəbər gəldi. Və yaxud da xəstəxananın həkim və tibb bacılarındandır. Həkimlərindəndir, tibb bacılarındandır. Görmüş olduq ki, sonuncu həmcinsdəki şəkilçilər saxlanılmaq şərti ilə digərlərindəki bəzi qrammatik şəkilçiləri biz ixtisar edə bilərik. Əlavə olaraq, həmcins üzvlərlə bağlı başqa bir məsələ ümumiləşdirici sözlərdə deyək ki, ümumiləşdirici sözlər bəzən həmcinslərdən əvvəl gəlir, bəzən sonra. Buradakı durğu işarələrində mütləq yerin bilmək lazımdır ki, hansı durğu işarələrindən istifadə olunur. Məsələn, deyirik ki, hamı, yəni ümumiləşdirici söz nədir? Bütün həmcins üzvlərə bağlı olub, onları ümumi şəkildə təyin edən söz. Deyirik ki, biz hamı müəllim də, tələbə də, bu siyahını uzatmaq da olar, qısa şəkildə hamı, müəllim də, tələbə də buna çalışır. Artıq biz baxırıq, ümumiləşdirici söz həmcinslərdən əvvəl gələrsə, biz ümumiləşdirici və həmcins arasında qoşu nöqtədən istifadə edərik. Əksi olarsa nə olar? Müəllim də, tələbə də hamı buna çalışır. Əgər həmcinslərdən sonra ümumiləşdirici söz gələrsə, artıq biz həmcins və ümumiləşdirici arasında tire işarəsindən istifadə edərik. Bəzən olur ki, ümumiləşdirici sözlə həmcins arasında yekunlaşdırıcı bir söz də verilir. Məsələn, deyirik ki, müəllim də, tələbə də bir sözlə. Hamı gəlib. Artıq burada yekunlaşdırıcı sözümüz bu bir sözlədir. Bundan əvvəl biz tire işarəsini veririk. Yekunlaşdırıcı sözlə ümumiləşdirici söz arasında isə
vergül işarəsindən istifadə edir. Deməli, əvvəl tire, sonra isə vergül işarəsindən istifadə edirik. Və nəzərə almaq lazımdır ki, ümumiləşdirici sözün özü də ayrıca cümlə üzvü kimi qəbul olunur. Nələri də yazaq? Neyiblər, gəliblər, kim, hamı, kim, tələbə, kim, müəllim. Yəni, bunların hamısı özü ayrı-ayrıda bir cümlə üzvüdür. Belə, ümumiləşdirici sözlər və həmcins üzvlər mövzumuz ətrafında izah verməyə çalışdıq. Kimə nə sual olarsa qeyd edə bilər, cavablandırmağa çalışarıq.